Здравствуйте, дорогие зрители! Добро пожаловать на наш канал «Уроки русского языка». Сегодня мы с вами продолжаем наши уроки из 2 класса, новой версии, и будем работать над 13 уроком. Тема наша называется «Друзья человека». Первый тест мы будем отвечать на вопросы по картинке. Salam əziz izləyicilərimiz, xoş gəlmisiniz Rus dili kanalımıza. Sizinlə davam edirik dərslərimizi. Yeni versiya, ikinci kitabın yeni versiyasından 13-cü dərs işləyəcəyik bugün. İnsanın dostları mövzusudur. Birinci tapşırığımız suallara cavab verəcəyik. Bu şəkil üzrə. Baxın, bura baxacaq və cavab verəcəyik. Так, ответьте на вопросы по картинке. Первое. Кого вы видите на картинке? Şəkildə kimi görürsünüz? Deyə bilərik qısaca кошку и собаку. Pişik, koşka, it, собака. Və yaxud da tam cavab verə bilərik. Мы, biz, видим на картинке кошку и собаку. Где они живут? Onlar harda yaşayırlar? Daha çox evdə yaşayırlar, küçədə də yaşaya bilərlər əslində. Они живут дома. Onlar, они живут дома. Evdə. Ya da qısaca deyə bilərik дома. И, конечно, на улице тоже. Yəni küçədə də biz, əlbəttə ki, bizim ölkəmizdə görə bilərik. На улице тоже. Вы их любите? Siz onları sevirsiniz. Kimsə sevirsə deyəcək, да, я люблю. Kim sevmirsə deyəcək, нет, я не люблю. И последний вопрос. Почему их называют друзьями человека? Niyə onları insanların dostları adlandırırlar? Birincisi deyə bilərik ki, onlar bizə kömək eləyirlər. Məsəl üçün, они нам помогают. İt məsəl üçün evimizi qoruyur, pişik sıçanları tutur. Bu mövzudan deyə bilərsiniz. Yəni onların faydaları var. Onlar bizə kömək eləyirlər və biz onları dostumuz hesab eləyirik. Və yaxud ümumiyyətcə heyvanlara rus dilində bizim balaca dostlarımız adlandırırlar. Çünki onlar daha balacadılar, onların daha çox qayğı ehtiyacları var. Ona görə onlar bizim balaca dostlarımız adlandırırlar. Мы их называем братьями меньшими. Rus dilində belə bir ifadə var. Они наши братья меньшие. Onlar bizim balaca dostlarımızdır. Balaca qardaşlarımız, balaca dostlarımızdır. Onların qayğısına qalmalıyıq. Мы должны и о них заботиться. Çünki bu bizim sanki bir borcumuz kimidir. Onların qayğısına qalmalıyıq. Мы должны заботиться о них. Bax belə. Задание второе. Прослушайте и повторите. Burada qulaq asıb təkrar eləyəcəksiniz. Burada böyük ehtimal ki, mövzumuz ev heyvanların olacaq. Oradakı sözlər. Задание третье. Укажите картинки, названия которых отвечают на вопрос «кто». Yəni, kim olan sualları cavab verən sözləri göstərəcəyik. İnək, корова, корова, корова. Потом toyuq, курица, курица, курица. Və ördək, utka, utka. Bunlar üçü кто sualına cavab verir. Утка. Задание четвертое. Диалог. Читаем диалог и составляем по образцу. Sizdə nümunəyə uyğun mütləq formada uşaqlara kömək eləyin ki, onlar praktik eləsinlər öyrəndikləri sözləri. Oxuyaq. Nuray, у твоего дедушки есть лошадь? Нет, Эльнур. У моего дедушки есть только корова. Deyir, Nuray, sənin babavın atı var? Yox, Эльнур, mənim babamın ancaq inəyi var. А у моего дедушки есть красивый конь. Я люблю ездить на нем. Deyir, mənim babamın isə gözəl atı var. Mən onun üstündə getməyi, gəzməyi sevirəm. Burada deyəcəksiniz ki, лошадь da at, конь da at. Bəli, лошадь qadın cinsində olan atdır, конь kişi cinsində olan atdır. Интересно, я люблю коней. Maraqlıdır, mən atları sevirəm. İfadələri, cümlələri çalışın uşaqlarla praktika eləyin. Дальше. Бабушка, наша корова хорошая. Она дает нам молоко. Nənə, bizim inəyimiz yaxşıdır. O bizə süd verir. Да, Fuat, ты пей молоко. Bəli, Fuat, sən süd iç. Я пью молоко каждый вечер, а утром люблю есть яйцо. Mən hər axşam süd içirəm. Səhər isə yumurta yeməyi sevirəm. Наши куры дают нам много яиц. Bizim toyuqlarımız bizə çoxlu yumurta verir. Я люблю домашних животных и птиц. Они наши друзья. Mən ev heyvanları və quşları sevirəm. Onlar bizim dostlarımızdır.
Gözəl ifadələr var burada da, cümlələr var. Uşaqları çalışın onları da istifadə eləsinlər. Укажите диких и домашних животных и назовите их. Baxın, домашние животные ev heyvanı deməkdir. Dikие животные vəhşi heyvan deməkdir. İndi baxırıq birinci ev heyvanları, домашние животные. Deyirik, собака, собака, bayaq demişdik bu sözü. Sonra овца, овца bu qoyundur, amma qadın cinsindəki qoyun. Sonra ev heyvanı koşka, koşka və at, лошадь. Bu da qadın cinsində at deməkdir. Лошадь. Теперь дикие животные, vəhşi heyvanlar. Медведь, верблюд, еж, slon. Bunu onlardakı öncəki dərslərdə keçmişdik. Bir daha təkrarlayaq ona görə. Hamısını dedik, bir də təkrarlayırıq. Bu медведь, дикое животное, верблюд, дикое животное, собака, домашнее животное, еж, дикое животное, овца, домашнее животное, кошка, домашнее животное, слон, дикое животное, лошадь, домашнее животное. И последнее задание. Запишите элементы буквы П. Burada P hərfini keçirik. Böyük hərfi, balaca hərfi, заглавная bukva и маленькая bukva, большая, маленькая bukva. P hərfini yazırsınız və öyrənirsiniz. Balacası Azərbaycanın n-sı ilə qarışdırır uşaqlar. Ona görə diqqətli olarsınız. Belə, bu dərsimiz də burada bitdi. Gələn dərs görüşərik. Sağ olun. До свидания. Увидимся на следующем уроке. Всем удачи. Всем пока.